25 yanvar 2026-cı ildə 11-ci siniflər üçün keçirilmiş buraxılış imtahan sınağına izahına baxaq. Deməli, birinci sualımız qovurmasından isminin tərkibinə görə düzgün təlil sxemini müəyyən edək. Bunun üçün biz sözləri kök və şəkilçiyə ayırırıq. Sözün kökü qovur feili, qovurdan qovurma ismi, sığsi, onsuz da mənsubiyyə şəkilçi və qrammatik şəkilçidir. Dandan da çıxışlı qalan şəkilçi və qrammatik. Uyğun cavabımız B variantı. İkinci sual. Hansı nümunələrdə baş üzvlərdən biri sifətlə ifadə olunub? Biz bunun üçün mütləqdir ki, cümləni sintaksi təhlil edək. Nədir lazımdır? Nə lazımdır? Yaxşıları vaxtında qiymətləndirmək. Burada baş üzvlərdən heç biri sifət deyil. Bunu çıxırıq. Bu yurdun gözəlləri vəfalıdır. Necədir? Bəli, baxın bu sifətdir. Nə? Yurdun gözəlləri mübtədamız. Hansı yurdun bu? Deməli, biz ikini götürürük. Çünki xəbərimiz sifətlə ifadə olunub. Yaxşılıq et, nə et? Feil. Nəticəsini gözləmə, nə et? Gözləmə. Bu isə birbaşa feildir, yəni üçdə yoxdur. Körpə mışıl-mışıl yatırdı. Nə edirdi? Yatırdı. Kim körpə? Nə tərzdə mışıl-mışıl? Bəli, körpə isimləşmiş bir sifətdir, amma morfoloji cəhətdən biz onu sifət götürürük. Yəni cavabı 4-ü götürürük. Xəstəni görməyə gələnlər otaqda ələşmişlər. Nə etmişlər? Ələşdirmişlər. Kim? Xəstəni görməyə gələnlər. Harada? Otaqda. Yəni burada nə mübtəda, nə xəbər sifətlə ifadə olunub. Yəni ki, feili sifət. Yəni bu sizi çaşdırmasın. Cavabımız B bəndidir. Səhv yazılmış sözü əlbəttə ki, elə kənardan baxan kimi görünür ki, bu D variantıdır. Qaça, qaç yox, belə olmalıydı. Qaça, qaç. İlbəil doğrudur, qeyri-adi doğrudur, asıq qəbli doğrudur, kirpiç də doğrudur. Bəzən bunu kipri kimi yadda saxlayırlar, amma bu səhvdir. Kirpi sözü ilə yadda saxlayın həmişə. Kirpi sözü ilə, yəni doğru yazılış odur. 4-cü sual. Deməli, hər iki xüsusiyyata uyğun sözü müəyyən edək. Yəni, həm isim, həm də feil kimi işlənə bilən amonim olsun. Üstəlik feil kimi iki fərqli leksik məna bildirsin. Bunun üçün nə edirik? Baxırıq. Variantlarda ilk çıxacağımız variantlar var. Yəni, dızıq sözü ümumiyyətlə sadəcə bir isim kimidir. Bunu çıxırıq. Qoyun sözü ümumiyyətlə vurğusuna görə fərqlənən sözü çıxırıq. Qıraq sözü də heç vaxt feil ola bilməz. Geriyə çaş və çap sözü qalır. Çaş sözü gözü çap olan deməkdir. Sifət kimi amonimliyi var. Bir də var çaşmaq feili. Çap sözü isə məsələn çap etmək, kitab çapı o mənada çap etmək var. Bir də var çapmaq. Məsələn ağacları çapmaq, kəsmək, doğramaq. Ona görə bizim cavabımız da D bəndidir. Yəni 2 dənə feil kimi amonimliyi var, həm də bir də isim kimi amonimliyi var. 5-ci sual köməkçi ilk hissələrin işlənmədiyi nümunəni müəyyən edək. Baxan kimi A variantı isə var, bağlayıcıdır, olduqca ədatdır, sifətin önündə gəlib. Murad evə vaxtında gəlsənə, bəzən bunu şagirdlər çaşırlar, götürmürlər. Sana sənə əmr ədatıdır. Çıxdıq, yol boyunca, yol boyu ilə, yol boyunca. Burada qoşmadır artıq. Bunda çıxırıq. Amma yaşıllaşır feil. Nə zaman, indi, hara, hər tərəf. Burada ümumiyyətlə tərəf sözünü yadınızda saxlayın. Tərəfdən öndə yönlük hal şəkilçili söz gəlməyibsə, biz onu artıq qoşma götürmürük. Doğru cavabımız C bəndidir. Keçək 6-cı suala. Eyler-Venn diaqramına uyğun fikirləri müəyyən edək. Əvvəla aldıqca biz görürük ki, bu feili bağlamadır. Bağlama. Oxuyan da an-ən feili sifətdir. 1. Yalnız bir cümləsi olur. Əlbəttə feili bağlama yalnız zərfli olur və biz buradan biri doğru götürürük. Yəni biri götürürük. 2. Qoşmalar da işlənə bilir. Xeyr. Feili bağlamanın elə bir xüsusiyyəti yoxdur, amma feili sifət olsaydı olardı. 2 nitq hissəsinin xüsusiyyəti hər ikisi daşıyır. Bəli, 3-ü də götürürük. Xəbər şəklində feili bağlama heç vaxt xəbər olmaz, amma 4 feili sifət xəbərlik funksiyasına çıxış edə bilər. Biz 4-ü ortaq verə bilməliyik, artıq birinə aid oldu.
İsmi xəbər olur əlbəttə ki, feili sifətimiz və feilin qayıdış növündə olur. Və feilin qayıdış növündə olur. 6-cı qaydamız xeyr. Bunu da götürmürük. Heç biri feilin qayıdış növündə deyil, hər ikisi feilin məlum növündə sayılır. Cavabımız oldu 1, 3 və 5 C variantı. 7-ci sual. Bağlayıcıdan sonra vergülün səhv işləndiyi nümunə müəyyən edək. Səhv işləndiyi. Bilirdim çünkidən əvvəl həmişə vergül qoyular. Baxın, bu doğrudur. Sən çıxdın qarşıma duzla çörəklə. Burada ümumiyyətlə qoşmalarda və vergül qoyulması normaldır, sadalanıb. Doğrudur. Elə bil indi də biz dəvət edəcəklər. Burada elə bil sanki güya modal sözündən aiddir. Modal sözlərdə bu bənzətmə bildirdiyinə görə onlarda vergül qoyulmurdu. Amma bu vergülün səhv qoyulması bağlayıcı ilə bağlı deyil. Modal sözlə bağlıdır, çıxırıq. Sonra burada kimin ki ixtiyarı sədaqətə bağlıdır. Burada kimin ki ixtiyarı sədaqətə bağlıdır. Taliyin axırı səadətə bağlıdır. Yəni, burada kidən sonra vergül qoyulmağı səhvdir. Niyə görə? Çünki bu qüvvətləndirici bir ədatdır, vergül qoyulmaz və səhv ədatla bağlıdır. Amma çata bilmədik, halbuki kənddən tez çıxmışdıq. Halbukidən əvvəl qoyulmalıdır, sonra qoyulmaz. Və cavabımız D bəndidir. 8-ci suala. Hər iki xüsusiyyətin aid olduğu cümləni müəyyən edək. Söz sırası pozulub, üstəlik əmr cümləsidir. Biz belə suallarda, variantlarda nida cümləsi, sual cümləsi tapmaq rahat olur, amma burada hamısı nöqtə ilə bitdiyinə görə deməli içərisində nəqli cümlələr var. Və qaydaya görə yalnız əmr şəkli ilə ifadə olunanlar əmr cümləsi sayılır, yerdə qalan vacib, lazım, arzu, xəbər şəkli gedir nəqli cümləyə. Məsələn, deməzlər gələcək zamandır, nəqli cümlədir. Dudi, keçmiş zaman nəqli cümlədir. Olmaz, gələcək zamandır, nəqli cümlədir. Geriyə nə qaldı? A-nın B variantı. Keçən günə heyfslənmə əmr şəklidir, amma sıra düzgündür. Amma keçmə namərd körpüsündən qoy aparsın sel səni. Namərd körpüsündən keçmə, sel səni qoy aparsın. Bəli, burada söz sırası pozulub və feillərimiz də əmr şəklindədir. 9-cu sualımızda isə sayın ismi xüsusiyyətlərinin daşıdığı nümunə, yəni say öz neçə nə qədər sualını itirəcək və ismin sualını götürəcək. 2 nəfər, neçə nəfər? Numerativ sözdür, say isimləşməyib burada. Sonra uşaqların çoxu suala cavab tapmır. Kim? Uşaqların çoxu ismi birləşmənin əsas tərəfində gəlib və isimləşib. Bəli, doğru cavabımız B-dir. 6-cı sıra neçənci sıra? İsimləşməyib. 5-dəki hissə nə qədər hissə? Bir də azdır, nə qədərdir. Bəzən burada dırdirə görə şagirdlər çalışır, yəni onu isimləşmiş kimi qəbul edirlər. Xeyr. Əgər neçə sualın özündə saxlayıbsa, o isimləşməyib. Sadəcə xəbərli ilə işlənib. Xəbərli şəkilçisi ilə. Cavabımız oldu B bəndi və nəhayət 10-cu sual qrammatika ilə bağlı. Xitab və həmcins üzvlərlə bağlıdır. Biz nümunələrə bir-bir baxaq. Birinci sual, birinci qayda. Nə gözəl yaraşır, uyğun deyir, doğrular seçirik. Muğana Ceyran. Burada ümumiyyətlə həmcinslik yoxdur, sadalanma yoxdur. Sən də vəfasızsan bu dünya kimi. Bəli, burada da yoxdur. Bir dön bizim Bakıya bax. Nə et dön? Tutaq ki sən. Bakıya bax, hara bax. Nə et bax? Yenə də sən. Bəli. İki xəbər bir mübtədaya bağlı oldusa və yaxud da bir mübtədanı tələb etdisə, bu zaman burada həmcinslik var. Keçdik o bir tərəfə. Ayrılarmı könül canın Azərbaycan? Azərbaycan, bəli, Azərbaycana müraciət edib, xitabdır. Nemət isə də gözəl şeir, şair olan qəmlə yeyir. Burada ümumiyyətlə xitab yoxdur. Dəmlə çayı tök ver görək, anamın dilbər gəlini. Burada anamın dilbər gəlini ümumiyyətlə xitabdır. Müraciət edilən obyekt. Bəli, burada biz 6-nı da götürürük. Cavabımız olacaq 3, 4, 6, C variantı. Gəldik mətnlərə. Mətni oxuduğuma görə artıq ekranı dayandırıb mətni oxuya bilərsiniz. Məsələn, buradan bura qədər saxlayıram. Ekranı dayandırıb oxuya bilərsiniz və bir də buradan bura qədər belə. Və keçək mətnin suallarına. At yarışı mətnidir. Bəzən sualları işləyəndə mətnin adına da fikir vermək lazımdır. Yəni onu unutmamaq lazımdır. Biz burada
Birinci sualda deyir ki, Həsən və Süleymanla bağlı səhvləri yerləşmə eləmək lazımdır burada. Hansının xüsusiyyəti hansındadır və ona baxmaq lazımdır. Burada birinci fikir Həsənə aid verilib. Anasının qadağası ilə qarşılaşır. Xeyr, Həsən yox, Süleyman qarşılaşmışdı. Yəni bu səhvdir. Bu getməlidir bu tərəfə. Sonra Tağı əmidən ova getməyi şərtləri olduğunu öyrənən hər ikisi yox, Süleyman. Bu da gedəcək bu tərəfə. Razılığa gəlir. Yəni hər ikisi bəli razılığa gəlirlər, doğrudur. Xəsarət alan əlbəttə ki, Həsən idi, getdi bu tərəfə. Yarışda iştirak edir. Yarışda iştirak edir hər ikisi. Bu da gedəcək bu tərəfə. Deməli, cavabımız B variantı 1 ilə 4-ü və 2 ilə 5-in yerini dəyişdiririk. Və hansı sözlə başlayan abzasda ananın qoyduğu qadağanın səbəbi məlum olur. Əlbəttə ki, burada o zamandır, məndir, tipdir. O zaman lap əvvəldədir. Burada elə bir söhbət getmir. Mənlə başlayan yerdə var. Mən get-gedə ikən uşaqlar arasında. Yox, burada hələ ki buracan ananın qadağası yoxdur. Tağı əmi və tip sözünə baxaq. Tağı əmi. Bu hissələrdə də yoxdur. Əslində onun cavabı buralardadır. Hansı ki bazara gedirlər. Bazara gedir və bazarda bir hadisə baş verir, yıxılır Həsən. O hadisədən sonra anası qadağan qoymuşdu və ona görə də biz cavab olaraq B-ni götürürük. 13-cü sual. Mətndə hansı xüsusiyyətləri ilə fərqlənən atların adı? Bəli, rəngi, yaşı ilə fərqlənən atlar var idi və bir də orada cinsi ilə fərqlənən atlar var idi. Məsələn, baxın burada onlar hamısı qeyd olunur. Məsələn, bozmadyan dişi at cinsini göstərir. Sonra yenə bozmadyan rəngidir. Burada bir də vardı. Kəhər açıq şəbaldı rənglidir və bunlar o baxımdan doğrudur. 1, 3 və 4-ü götürürük. Əsərin müəllifi adından altına xətt çəkilmiş hissə ilə hansı fikir çatdırmaq istəyir? Həmin hissəni gedək oxuyaq. Deyir, bizlər at üstündə böyümüşük. Yəni, bizlər də at üstündə böyümüşük. Əvvəldən bu qayda olub. Yəni, oğlan uşağı at belində böyüyər mənasında. Əlbəttə ki, ənənəyə çevirməkdən danışır. Yəni, səhv olaraq anı götürmək olmaz. Ananın narahatçılığına görə yoxdur. Bir də ki, çaşdıra bilərsiniz burada E bəndi. Bunlara aldanmaq lazım deyil. 15-ci suala gedirik. Mətnə əsasən deyir, doğru fikir müəyyən edək. Doğru fikir. Ovçular üçün qızılquş ovuna getmək xüsusi bir şərti yoxdur. Niyə ki, o deyir, at belində getmək lazımdır, var. Süleyman at sürmək sahəsində özünü doğrulda bilmir. Niyə ki, doğruldur. Bir dəqiqə. Süleyman at sürmək barəsində özünü doğrulda bilmir, doğru və buna görə səhvdir. Mətni söyləyən yalnız ilk istəyinə nail olur. Bəli, at sürməklə bağlı onun iki istəklərindən biri ta başında vermişdi. Biri at minmək idi, biri isə ova getmək. Əsas at minmək istəyinə nail olur. C bəndi doğrudur. Və D ilə E bəndi ümumiyyətlə uyğun deyil. 16. Mətnin tərkib hissələrinin planını tərtib etsək, əlbəttə ki, birinci hissədə nədən danışılırdı? Oğlanın arzularından və bunu yazmaq olar. Əsas sizə verib burada Ağdam Bazar yolunda baş verən qəzadan və nəticədə isə orada nəticə hissədə məşhur deməli tip təhsili olsa da burada Məşədi Yusif vardı, sınıqçı. Ondan danışılır. Məşhur sınıqçıdan danışılır. Yəni buraya elə məşhur sınıqçını versək daha uyğun olar. Məşhur sınıqçı. 17-ci sual. Nöqtələrin yerinə uyğun ifadə yazmaqla cümləni tamamlaya bilək. Necə tamamlaya bilərik? Vardı orada nöqtələrin yeri. O oğlanın ayağı sınandan sonraki hissə. Bu daha. Yəni sınıqçının köməyi olmasaydı Həsən ömürlük şikəst qala bilər. Məsələn, deməli ayağa qalxa bilməzdi, yeriyə bilməzdi kimi ifadələr yaza bilərik ora. Ayağa qalxa bilməzdi. Yaxud da yeriyə bilməzdi. Fərq etmir, eyni mənanı ifadə edir.
18-də də deyir ki, sonuncu cümlədə boşluqların yerinə sınıqçının xüsusiyyətləri. Onun üçün də biz iki xüsusiyyət verə bilərik, orada 2 yer ayırıb. Bu sınıqçı necə bir sınıqçı idi? Məşhur sınıqçı Yusif, onu bir ay Məşədi Yusif sağaltdı. Yenə bizimlə oyun yoldaşı oldu. Sınıqçının köməyi olmasaydı ömürlük şikəst qala bilərdi. Yəni burada deyir ki, təhsil olmasa da ən azından təcrübəsi var idi. Təcrübəsi. Bir də başqa nə bilə bilərdi? Məsələn, bu sınıqçılıq barəsində biliyi var idi, yəni. Keçmişdən qalma bilik və bacarıqları var idi. Bunları yazmaq olar. Və 19-cu sual. Üzərində rəqəm yazılmış sözlər əsasında cədvəli tamamlamaq lazımdır. Biz üzərində rəqəm yazılmış həmin sözləri tapırıq. Biri hamar söz idi. Yolun enli və hamar olması. Bir də orada var idi qabaqçı sözü, qabaqçı kimi. Əlbəttə ki, hamar necə bir yol? Düz yol deməkdə, düz. Və mətndən kənar cümlə, yəni mətndəki cümləni bura kopyalamaq lazım deyil. Başqa bir formada işlətmək lazımdır. Məsələn, düz yol bizi yormadı. Belə mütləq cümlə şəklində vermək lazımdır. Çünki bizdən cümləsi ifadə istəsəydi, söz birləşməsi şəklində vermək olardı. Bir də qabaqçı sözün əlbəttə ki, əvvəlki sözü ilə əvəzləyə bilərik. Məsələn, əvvəlki münasibət qalmamışdı. Bu tipli cümlələrlə fikrimizi təsdiqləyə bilərik. Və nəhayət keçdik 20-ci suala. Çərçivə daxilində verilmiş cümləni üsluba uyğun xüsusiyyətlərə uyğun təkmilləşdirib. Bu ən çox bədii üslubda verilmiş mətnlərdə olur. Bu da üslublardan biridir. Və məsələn, 3-cü döngəyə xeyli qalmış Həsən bəy, Həsən gəlib məni keçdi. Həsən məni necə keçə bilər? Həsən məni məsələn bir göz qırpımında şimşək kimi keçə bilər, ildırım kimi keçə bilər. Yəni şişirtməlik vermək lazımdır. Bədii üslubun xüsusiyyətinə uyğun obrazlı və məcazi formada. Yəni cümləni olduğu kimi köçürürük. Həsən məni bu hissəyə, məsələn, mən yazıram bir göz qırpımında. Cümləni bu formada təzədən ora köçürmək lazımdır. Keçdik ikinci mətnə, yaşıl enerji. Deməli, buradan ekranı saxlayıb oxuya bilərsiniz. Yaşıl enerji və bir də bu tərəf. İndi gələk suallara. Yaşıl enerji çox gözəl və maraqlı bir mətn idi, elm mətndir. Burada enerji tələbatının artmasının səbəbləri nədir? Ta ki, giriş hissədə o barədə məlumat verilmişdi. Yəni, dünya əhalисinin çoxalması sürətlə və bir də ekoloji problemlərin dərinləşməsi. Bunu burada verdiyinə görə biz variantda onu rahat formada əhalinin artmasını götürə bilərik və bir də ekoloji problemlərin dərinləşməsi. 2 və 5 çox rahat bir sualdır. Yəni, qapalı suallar çox asandır. COP29 və Dünya Şəhər Forumuna dair məlumatların mətndə verilməsinin əsas məqsədi nə ola bilər? Təbii ki, Azərbaycanın ekoloji siyasətinə olan etimadın vurğulamaq lazımdır. Çünki biz bunu burada mətnin içində artıq görə bilərik. COP29-dan harda danışırdı? Baxın, daha. Yəni, iqlim siyasətinə olan etimadının göstəricisi idi və bu da bunun sübutudur. Keçdik 23-cü suala. Mətnə əsasən ənənəvi enerji mənbələrinin mənfi təsiri nə olacaq? Təbii ki, karbon emissiyalarının artması. Yəni, buna bağlı mətnin giriş hissəsində məlumat verilmişdi. Yəni, biz mətnin giriş hissəsinə geçsək və burada verib. Karbon emissiyalarının evlərdən, müəssisələrdən, avtomobillərdən maye və bərk çirkləndirici maddələrin sərf olunması, buraxılmasıdır. Bəli, biz bu baxımdan 23-də E variantını götürürük. 24. Yaşıl enerjinin sosial-iqtisadi üstünlüklərindən biri hansıdır? Hansı ola bilər? Əlbəttə ki, yeni iş yerlərinin açılması. Çünki sənaye zəifləyə bilməz, verginin dəxlisi yoxdur, əhalinin azalması yoxdur, enerji istehlakı da azala bilməz. 25-ci sual. Doğru, yanlış fikirlər və proqnozu.
Baxan kimi proqnozu tam dəqiq bilmək olar. Orada 2030-la bağlı bir cümlə vermişdi. Deyirdi ki, elektrik enerjisinin böyük hissəsi bərpa olunan mənbələrdən əldə olunacaq. Bu bir proqnozdur. Amma 6-da deyir bərpa olunan mənbələr hesabına istehsal olunan enerji havanın çirklənməsinin qarşısını alır. Bu xeyr, bu bir proqnoz deyil. Bu orada verilmiş bir faktiki bir məlumatdır. Altına variantlardan çıxmaq lazımdır. Və bu tərəfdə yaşıl enerji mənbələri karbon emissiyasını artırır. Xeyr, yaşıl yox, ənənəvi enerji mənbələri idi o. Bir səhvdir. Yəni baxan kimi cavabsızdır, amma yenə baxaq. Bərpa olunan mənbələrdən alınan enerji əlbəttə ki, doğrudan biz ikini seçirik. Yeni texnologiyanın tətbiqi iqtisadi artıma təkan verir. Bəli, bu doğrudur, amma götürə bilmərik. COP29-un Azərbaycanda keçirilməsi iqtisadi tənəzzül yox, inkişaf. Bu səhvdir artıq. 2, 4 və 5-i götürürük. Cavab E bəndi. 26-cı sual. Açıq suallara keçirik. Yəni, ənənəvi enerji orada vermişdi. Yəni, bərpa olunan deyildi. Sonra, karbon emissiyalarını artırır. Baxın, orada lap giriş hissədə var idi. Sonra, havanın çirklənməni gücləndirir. Baxın, bunlardan vermək olar. İqlim dəyişikliklərin sürətləndirir. Bəli, havaya mənfi təsir edir ona görə. Bunları vermək olar. 27-ci sual. Müddəa və fakt. Yəni, müddəa verib ki, yaşıl enerjiyə keçid gələcək nəsillər üçün də əhəmiyyətlidir. Bunu 2 faktla biz necə sübut edə bilərik? Bunun üçün gedirik, bu faktlar vermək üçün mətnin əvvəlinə. Yox, mətnin əvvəlinə yox. Mətnin nəticə hissəsinə. Burada verib, yəni istənilən işarələdiyim yerləri oraya yazmaq olar. Məsələn, qlobal ekoloji problemlərin həll edir. Bunu verə bilərsiniz. Enerji təhlükəsizliyini təmin edir. Və yaxud da burada var, təbiət arasında tarazlığı qoruyur. Gələcək nəsillər üçün əlverişli mühit formalaşdırır. Bir də orada var idi əslində giriş hissədə. Baxın, abzasını artır. Gələcək nəsillərin sağlam həyat hüququnun qorunmasına yönəlib. Bunlardan hər hansı birini versəz, doğrudur. Yəni, ən azı ikisini vermək bəs edir. 28-də qarşısında işarə qoymuş sözləri bunun üçün çaşmamaq üçün həmin sözləri bura köçürmək lazımdır. Biri etimaddır. Üçbucaq deməli sərmayədir. Kvadrat etimaddır. Mən bunu burada hər ehtimal üçün qeyd edeyim. Sərmayə və etimad. Bunların leksik mənasını vermək lazımdır. Bəli, sərmayə nədir? Hər hansı bir pul. Düzdür. Başqa biz ora verə bilərik. Yatırım. Sonra kapital. Etimada verə bilərik. Etimad əlbəttə ki, inam deməkdir. Bu, belə tək inam yazmaq kifayət edir. 29-cu sual. Mətnə aid üslubun səcci. Təbii ki, mətn publisistik üslubdur. Bunun əzbərə bilinəsi xüsusiyyətlərini yazmaq lazımdır. Aydınlıq. Sonra anlaşıqlıq, kütləvilik və s. Bunlar hamısı publisistik üslubun səciyyəvi xüsusiyyətləridir. Və nəhayət 30-cu sual. Mətnin başlığındakı, yəni adındakı sual cümləsinə nöqtələrin yerinə uyğun ifadə. Bu çox asandır. Yəni, orada sual verib ki, yaşıl enerji, biz sualı necə tamamlaya bilərik? Yaşıl enerji nədir? Eynən bunu 30-cu sualın cavabı kimi yazmaq lazımdır. Yaşıl enerji nədir? Və salam. Bu qədər.